Nadir Şahın ölümündən sonra Əfşarlar imperiyasının dağılması ilə Azərbaycanda yaranmış olan müstəqil xanlıqlarla yanaşı, cəmaətlıq, sultanlıq və məliklik kimi yarım-müstəqil dövlət qurumları da mövcud olmuşdu. Azərbaycanın şimal-qərbində yerləşən Carbalakan cəmaətlığı belə yarım-müstəqil dövlət qurumlarından biri idi. Cəmaətlığın əsas əhalisi Muğalar adlanan Oğuz və Qıpçaq türkləri idi. Burada türklərlə yanaşı İnquloylar, Avarlar, Saxurlar da yaşayırdı. Cəmaətlığın ali orqanı xalq yığıncağı idi. Bu yığıncaqda yaşlılarla yanaşı yetkinlik yaşına çatmış kişilər də iştirak edə bilərdi. Xalq yığıncağında daxili məsələlərlə yanaşı müharibə və sülh kimi əsas qərarlar da qəbul olunurdu. Şəriət qaydaları ilə idarə olunan cəmaətlikdə dini rəhbərlər və qadılar mühüm yer tuturdu. 18-ci əsrin 50-ci illərində Hacı Çələbi xanın dövründə Şəki xanlığı ilə birləşən cəmaətlıq Gürcü işğallarına qarşı birlikdə mübarizə aparmış, ancaq daxili müstəqilliyini də qorumuşdu. Bu dövrdə Azərbaycanda irsi hakimiyyətə malik sultanlıq adlanan kiçik dövlət qurumları da mövcud idi. Bunlara Qəbələ, İlisu, Ərəş, Qazax, Şəmşəddil, Borçalı sultanlıqlarını misal göstərmək olar. Borçalı sultanlığı 17-ci əsrdə Səfəvilər dövləti dövründə yaradılmışdı. Bu dövrdə sultanlıq Qarabağ bəylərbəyliğinin tərkibində olmuşdu. 18-ci əsrdə Nadir Şah Borçalı sultanlığını 15-ci əsrdən Azərbaycan dövlətlərinin bir hissəsi olan Kartli çarının idarəsinə vermişdi. Lakin əhalisi müsəlman türklərdən ibarət olan Borçalı sultanlığı daim üsyanlar etmiş, Gürcü hakimiyyətini tanımamışdı. Borçalı sultanlığı ilə eyni taleyi yaşayan Şəmşəddil sultanlığı isə Azərbaycanda mövcud olmuş Türk Zülqədərli tayfasının bir qolu olan Şəmşəddilərlə əlaqəli idi. Qazax sultanlığı isə burada yaşamış yerli Qazax tayfaları tərəfindən yaradılmış, irsi hakimiyyətə malik, daxili müstəqilliklərini qorumuş kiçik dövlət qurumları idi. İlisu, Qəbələ və Ərəş sultanlıqları da Səfəvilər dövləti dövründə yaranmışdı. Əvvəllər sultan xalq tərəfindən seçilsə də, sonradan irsi hakimiyyətə çevrilmişdi. Bu sultanlıqlar Şəki xanlığına tabe olan kiçik imtiyazlara malik bölgə rəhbərləri idilər. 1795-ci ildə Ərəş sultanlığı Şəki xanlığı tərəfindən ləğv edilmiş, mahal olaraq Şəkiyə birləşdirilmişdi. Digər sultanlıqların isə nüfuzları və səlahiyyətləri tamamilə məhdudlaşdırılmışdı. Əhalisi xristiyan albanlardan ibarət olan Qarabağda mövcud olmuş məlikliklər isə Qarabağ xanlığından asılı idilər. Sayları 5 olan Vərəndə, Dizaq, Ciləbörd, Xaçın, Gürcistan məliklikləri Pənahəli xanın dövründə üsyanlar etmiş, xan tərəfindən məğlub edilərək mərkəzi hakimiyyətə tabe edilmişdilər. Qarabağnamə müəlliflərinin əsərlərindən məlum olur ki, bu məlikliklərdən yalnız Xaçın məlikliyi yerli albanlardan ibarət idi. Qalanları isə digər bölgələrdən köçüb gəlmiş, Nadir Şahın tabeciliyini qəbul etmək şərti ilə məliklik verilmişdi.